irəliyə doğru hərəkət edərək avtomobilimizi iki maneənin ortasına yerləşdirə bilməyimiz üçün gərək ki, bizim böyür məsafəmiz çox olsun. Hal-hazırda görsəm, avtomobilimizin böyrü ilə orada olan maneə arasında ən az bir 5 metr yan məsafəsi var. Eynən geniş döngələrdə olduğu kimi bir avtomobil də yerləşər bizim avtomobillə o maneə arasında, düzdürmü? Demək ki, biz bu əməliyyatı yerinə yetirə bilərik. Lakin yan məsafəmiz əgər 4-5 metrdən az olmuş olsaydı, bu əməliyyatı yerinə yetirə bilməzdik. Söhbət bir dəfəyə parklama əməliyyatını yerinə yetirməkdən gedir. Yaxşı? İndi əyləc pedalını bas. Yaxşı. Və qoy drive moduna. İlk öncə sağa dönmə siqnalını yandır. Yoxlanış apar. Bütün güzgülərə bax. Gələn, gedən, avtomobilimizə söykənən hər hansısa bir şəxs yoxdur ki? Yoxdur. Əyləci buraxırıq. İrəliyə doğru hərəkət edirik. Dayanmamalıyıq Məhəmməd. Aşağı sürətlə, aşağı templə. Hələ ki irəliyə doğru hərəkət edirik. Güzgümüz çatdı mı ilk maneəyə? Bəli. İndi əyil irəliyə doğru qarşıya bax. Çatıb güzgü? Bəli. Çatmayıb. Biraz Çatmayıb. Bax, bu bardır ki var, bu bardırın küncü ilə paralel olmalıdır da güzgümüz. Bəli. İndi bizə elə gəlir ki, bəli, güzgümüz çatıb ora. Ancaq irəliyə doğru əyilib baxanda həqiqəti görürük ki, hələ çox var. Ona görə də lazım gələrsə əyilib də baxmağı bacarmalıyıq. Çatdı güzgümüz. İndi sükanı axıra qədər gedə-gedə çeviririk. Axıra qədər, sona qədər. Bir də yoxlanış elə güzgüyə bax. Yoxdur ki gələn? Yoxdur. İndi Məhəmməd, önə doğru bax. Yaxşı? Avtomobilimiz düz oldu. İndi sükanı düzləşdir. 1, 2. Sona qədər sükanı çevirmişiksə, 2 dəfə düz vəziyyətə gətiririk. İndi yavaşca saxla.